Lazer epilyasiya sahəsində fəsadlar, şikayətlər artıb. Bunu Xəzər xəbərə həkim dermatoloq Sevda Səmədova bildirib. Onun sözlərinə görə bu sahəyə nəzarət gücləndirilməlidir. Çünki lisenziyasız, sertifikasiyadan keçməyən və həkim olmayanlar az deyil. 25 il öncə, yəni ilk dəfə Azərbaycana lazer aparatları gələndə, epilyasiyaya başlayanda bu işdə yalnız həkimlər çalışırdı. O cümlədən mənim özümün də bu aparatlarda iş təcrübəm var. O zaman həkim olmayan şəxslərin bu aparatlarda işləməsi qəti qadağan idi. Amma hal-hazırda hər yerdə, desək ki, hər tim başı bir epilyasiya cihazı alınıb qoyulur və qeyri-peşəkar insanlar, hətta orta tibb bacısı olmayan insanlar belə bu işlə məşğuldur. Ona görə də çoxlu fəsadlar, ağırlaşmalar və şikayətlər var. Bəs bu sahəyə nəzarət mexanizmi necədir? Qeyri-rəsmi fəaliyyətdə olan mərkəzlər necə aşkar edilir? Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Xəzər xəbərə verilən məlumata görə yalnız şikayət əsasında yoxlama həyata keçirilə bilər. Səhiyyə Nazirliyinə vətəndaş və yerli dövlət özünü idarə etmə orqanlarında fakta əsaslanan müraciətlər daxil olduqda, mediada geniş yayılan məlumatlar əsasında Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar yoxlama keçirilir. Xidməti yoxlamalar zamanı fakt öz təsdiqini tapdığı halda sahibkar subyektlərinə inzibati qaydada tənbih tədbiri seçilərək, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilir. Lisenziyasız tibbi fəaliyyət kimi qiymətləndirilir. İnzibati Xətalar Məcəlləsinin 210.1 maddəsinə əsasən protokol tərtib edilə bilər. Analitik Ekspertiza Mərkəzi bir daha vətəndaşlara belə mərkəzlərdə, özəl tibb müəssisələrində qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda mərkəzin rəsmi səhifəsinə və ya qaynar xəttinə müraciət etməyi tövsiyə edir. Məlumatda o da qeyd olunub ki, tibbi kosmetoloji prosedurların tibb müəssisələrində tibb təhsili olan mütəxəssislər tərəfindən həyata keçirilməsi mütləqdir. Heç bir tibb təhsili olmadan sadəcə kurslardan əldə edilən sertifikatlar ilə tibbi kosmetoloji işlərin həyata keçirilməsi qanunvericiliyə ziddir. Eyni zamanda lazer cihazları ölkə daxilinə idxal olunmazdan əvvəl dövlət qeydiyyatına alınmalıdır. Daha sonra qanunvericiliyin tələblərinə əsasən idxal icazəsi üçün Analitik Ekspertiza Mərkəzinə müraciət edilməlidir. Cihazın idxalçısı deyil, proseduru icra edən şəxs, əgər hər hansı bir fərdi sahibkarın və ya hüquqi şəxsin əmək müqaviləsi ilə işləyən işçisidirsə, hadisə baş verdikdə məsuliyyət birbaşa həmin fərdi sahibkarın üzərindədir. Amma proseduru icra edən şəxs özü fərdi sahibkardırsa, yəni öz övünü ilə icarə müqaviləsi əsasında işi icra edirsə və heç bir tibb təhsili yoxdursa, məsuliyyəti birbaşa onun özü daşıyır. Minaya Zaman, Namiq Hüsiyev, Xəzər xəbər.